Salamlar əziz izləyicilər, hər birinizi yenidən kanalda xoş gördük. Bugünkü videoda mən xaricə köçmək hissi necə dəyişir sualına cavab verəcəm. Mən özüm şəxsən Estoniyada artıq 6 ildir ki, yaşayıram və bu 6 ildə də az görüb götürməmişəm necə deyərlər və bu kanalda da sırf bunları paylaşmağa çalışıram sizinlə və bu videoda da sırf xaricə köçmək məni necə dəyişdirdi və sizi necə dəyişdirə bilər sualına cavab verməyə çalışacağam. Yaxın oturun, çox maraqlı bir video sizi gözləyir. Əvvəlcədən xahiş edirəm ki, qəşəng bir dənə like qoyasınız, altdan şərhlərinizi yazın, dostlarınızla paylaşın kim ki, xaricə gəlib oxumaq istəyir, yaşamaq istəyir, belə bir fikirləri var və yaxud da ümumiyyətlə belə tipli kontentlə maraqlanır. Onlarla paylaşın, qoyun. Onlar da bizə abunə olsun, sayımız artsın və siz özünüz də təbii ki, abunə ol zınqrov düyməsini basın ki, daha çox adam bizə baxsın. Çünki yəni təbii ki, abunəçi sayı artdıqca bir abunəçi digərini gətirir, necə deyərlər. Və təbii ki, mən də çox motivasiya alıram ki, sizin üçün belə videoları hazırlayım. Birinci nədən başlayım? Şəxsən xaricə gəlmək məni dəyişdirdi ən birinci növbədə məni daha möhkəm eləməklə. Mən Azərbaycanda olanda ancaq və ancaq belə deyək də valideynimlə yaşamışam və praktiki olaraq evdən bayıra çox nadir hallarda çıxmışam. Bu əslində düzdür. Bu mənim bir balaca introvert xarakterimlə də əlaqəli bir şeydir. Amma eyni zamanda da mən belə fikirləşirəm ki, Azərbaycanda yaşamağımın özü məni bir balaca evə qapalı edib və ən çox da möhtac eləyib. Yəni sən nətər, sən elə bil ki, valideyninlə bir evdə yaşayırsansa, ona möhtac olursan da bir növ hər bir, yəni nə eləyirsənsə, çalışırsan ki, onunla bir balaca məsləhət çəkəsən, onun razılığını alıb ondan sonra eləyəsən başqa sözlə. Və yaxud da nə bilim də nəsə belə fiziki bir şeyə ehtiyacın olur, nə deyək ki, məsələn də çox sadə yemək bişirmək, evi yığışdırmaq, onu belə özün eləyə bilmirsən, ancaq valideynin ətəyindən yapışırsan. Bax belə tərzdə bir həyat təbii ki, yaşayırdım orada. Amma təbii ki, xaricə köçəndən sonra daha da möhkəm oldum. Problemlərlə tək başına qalandan sonra artıq möhkəmlənməyə başladım. Problemləri tək başına həll eləməyi bacardım və ən əsası da tək həyata öyrəşmiş oldum. Çünki həyatda təbii ki, bir çox hallarda biz tək qala bilərik. Bunu həqiqətən də nəzərə almaq lazımdır. Bununla belə deyək ki, bir növ buna öyrəşmək lazımdır başqa sözlə. Buna ciddi-ciddi öyrəşmək lazımdır, bununla getmək lazımdır. Palaza bir ellə sürün tipli bir şey. İkincisi mənim fikrimcə xaricə köçəndən sonra insan daha müstəqil olur və düşüncən də təbii ki, dəyişir. Azərbaycanda olanda bir çox hallarda sənin ətrafında olan adamların da böyük əksəriyyəti həddindən artıq gerici düşüncəli olduğundan sən onların bir çoxu ilə oturub duranda artıq özünü darıxmış hiss eləyirsən. Şəxsən məndə çox zaman belə şeylər olurdu. Ən çox da bu hüquqda oxuyanda tələbələr var idi bizlə, qrup yoldaşlarım. Çoxsu həddindən artıq belə də biraz geri qafalı mı deyim, geri düşüncəli mi deyim, maraqsız, mənasız bir insanlar idi. Ona görə də çoxsu ilə də aram tutmurdu təəssüflər olsun ki. Amma təbii ki də bura gələndən sonra o ki artıq yeni düşüncələrə bir növ açılırsan, yəni yeni düşüncələr gəlib səni tapır, fərqli-fərqli insanlarla tanış olursan, fərqli-fərqli ölkələrdən, fərqli-fərqli millətlərdən və artıq sənin düşüncən müəyyən cürə formalaşmağa başlayır, daha da yaxşılaşmağa başlayır. Amma düzdür, mənim fikrimcə xaricdə olan hər bir şeyi də belə də, yəni necə gəldi qəbul eləmək də düzgün deyil. Mənim fikrimcə hər bir yerin özünə məxsus yaxşı və pis ideyaları var. Amma ümumilikdə xaricə gəldinsə fərqi yoxdur. Nə olursa olsun sənin bu müstəqil olmağın, hər bir şeyə müstəqil qərar vermək bacarığın səni artıq fərqli cürə bəzən düşünməyə vadar eləyir. Daha sonra bir çox hallarda kiçik problemlər sənə boş gəlməyə başlayır. Çünki xaricə gələndən sonra o dərəcədə artıq sənin problemlərin artır və o qədər ki tək qalırsan və problemlərin artır. Tək qalanda da artıq səni xilas eləməyə anan atan yoxdur, belə deyək. Və sən artıq məcbur olursan ki, problemlərlə baş-başa mübadilə aparasan və bu da ona gətirib çıxarır ki, sən artıq kiçik problemlər olanda çox da belə ciddi münasibət göstərmirsən onlara. Amma halbuki Azərbaycanda məsələn mən olanda hər kiçik problemdən böyük bir problem çıxardırdım. Amma indi bu dəqiqə artıq bura gələndən sonra hətta bəzən böyük problemlər belə mənə kiçik problem kimi gələ bilər. Çünki yəni ki, o qədər artıq problemlə üzləşirsən, gönlün qalınlaşır, necə deyərlər, və artıq bir çox şeyləri vecivə almamağa başlayırsan. Bax belə tipli şeylər tez-tez olur. Daha sonra ev üçün darıxmamağa başlayırsan bir müddətdən sonra. Ələxüsus bu o halda mümkündür ki, əgər sənin burada yaxşı həyatın varsa. Bu biraz nüanslıdır. Çünki mən özüm şəxsən görmüşəm ki, burada yaşayan azərbaycanlıların bəziləri
öz evləri üçün həddindən artıq çox darıxırlar. Yəni öz evlərinin həddindən artıq xislətini çəkirlər, öz evlərinin həsədini aparırlar. Və bu da əslində müəyyən qədər də yaxşı bir şey deyil. Nəyə görə belə düşünürəm? Çünki bu səni indiki həyatından bir növ qopardır. Yəni sənin indiki həyatında eləyə biləcəklərindən bir növ kənarlaşdırır. Çünki sən gəlmisən xarici ölkəyə və gələcəyə baxmalısan. Baxmalısan ki, sən burdakı həyatını necə yaxşılaşdıra bilərsən. Amma eyni zamanda da sənin bu niskilin, sənin bu Azərbaycan üçün, ev üçün çəkdiyin niskilin səni burdakı həyatından uzaqlaşdırır. Burdakı ümdə amallarındanmı deyək, məqsədlərindənmi deyək, çox həddindən artıq uzaq salır. Sən ancaq oturub fikirləşməyə başlayırsan ki, yo Azərbaycanda daha hər bir şey daha yaxşı idi. Ona görə də bax məsələn bu məsələ də bəzən mümkün olur, amma bir çox hallarda da mən şəxsən özüm də görmüşəm, özümdə də görmüşəm daha doğrusu və dost tanışlarımda da görmüşəm ki, harda Azərbaycan üçün çox da darıxmırlar. Burada özünə artıq yaxşı, belə deyək də, bir həyatmı deyək, bir nə bilim də, bir şəraitmi deyək, qurmusansa, artıq sənə Azərbaycan maraqsız gəlir. Azərbaycan üçün darıxmırsan artıq. Və bu da həddindən artıq önəmlidir. Daha sonra dil bacarıqlarını inkişaf eləməyə başlayır. Təbii ki, sən əgər artıq bir ölkədə oturursansa uzun müddət, sən təbii ki, Azərbaycan dilində danışmırsan. Əgər ətrafında Azərbaycanlılardan başqa ümumiyyətlə heç kəs yoxdursa, təbii ki, o biraz problemdir. Çünki mən məsələn görmüşəm, Avropada yaşayan türklərin bəziləri orada doğulmuş, böyümüş türklər çox zaman elədir də, doğma büyümə deyirlər. Doğma büyümə türklərdir, amma türk dilindən başqa heç bir dili bilmirlər. Yerli dili belə bir çox hallarda bilmirlər. Çünki uşaqlıqdan etibarən ancaq və ancaq türklərin əhatəsində oturublar, hansısa çayxanada oturub kart oynayıblar bütün günü. Və belə olan halda da təbii ki, dil imkanlarınız inkişaf eləyən deyil. Amma yox, böyük hallarda əgər siz həqiqətən də iş həyatına atılırsınızsa, müəyyən də yəni ki, evdən kənar bir həyatınız varsa, böyük ehtimal ki, ən azından ingilis dili sizin təkmilləşəcək və yaxud da başqa bir beynəlxalq dili götürək, təkmilləşəcək. Yerli dili qoyaq bir kənara, ən azından bu dillər belə təkmilləşə bilər. Ona görə də xaricdə sizin yaşamağınız dil imkanlarınızı, dil biliklərinizi həddindən artıq təkmilləşdirəcək mənim fikrimcə. Burada yaşayandan sonra öz ölkənin yaxşı və pis cəhətlərini görməyə başlayırsan. Bu mənim üçün həddindən artıq önəmlidir. Çünki mən hər bir zaman bir çox azərbaycanlılar kimi elə fikirləşmişəm ki, Azərbaycanda hər bir şey pisdir, xaricdə isə hər bir şey yaxşıdır. Amma buna baxmayaraq təbii ki, indi bu dəqiqə artıq belə fikirləşirəm ki, belə sözü ancaq və ancaq xaricə gedib heç bir zaman həmən ölkədə yaşamamış adamlar deyə bilər. Və çox vaxt da elə olur həqiqətən də. Xaricdə yaşamamış adamlardan görürəm mən belə tipli söhbətləri ancaq. Amma mən özüm şəxsən bura gələndən sonra öz ölkəmin yaxşı cəhətlərini də görməyə başladım. Məsəl üçün insanların can yanalığı. Məsələn, burada Estoniyada şəxsən sən yolun ortasında yıxılıb ölsən belə heç kəs gəlib sənə kömək eləyən deyil. Azərbaycanda ən azından heç olmasa bir balaca ətrafındakı insanlarda bir balaca bu consciousness deyirlər də. Yəni ətrafda nə baş verdiyini başa düşmə var, başa düşsən. Həm də bir balaca vicdan belə var ki, gəlib bir kömək eləyən olur. Ən azından bir 1-2 nəfər gəlib bir kömək eləyir. Burada məsələn elə şey çox zaman olmur. Və ən sonda da evə qayıdanda bir balaca qəribə hiss edirsən özünü. Mən özüm də şəxsən artıq Azərbaycana bəzən ziyarətə gedəndə görürəm ki, bir balaca elə bir xarici ölkəyə sanki gəlmişəm. O belə qəribə bir hiss məndə formalaşır. Çünki o qədər ki, bu ölkədə yaşamısan, xarici ölkədə, bu ölkənin mədəniyyətini az çox mənimsəmisən, bu ölkənin vibe-ını mənimsəmisən, Azərbaycana gedəndə artıq özünü bir balaca qəribə hiss etməyə başlayırsan. Bax belə tipli əcaib belə bir hiss olur həqiqətən də xaricdə uzun müddət yaşadıqdan sonra. Belə, ümid edirəm bu video sizin üçün faydalı oldu. Əgər məndən fərdi məsləhətlər almaq istəyirsinizsə, xaricdə yaşamla əlaqədar, xaricdə təhsillə əlaqədar, universitet seçimi ilə əlaqədar, məsələn, xaricdə oxuyub hansı ölkəni, hansı universitet, hansı təqaüdü seçəcəyinizi bilmirsinizsə, və yaxud da xaricdə oxuyub və yaxud da elə Azərbaycanda da oxuyub hansı ixtisası seçəcəyinizi bilmirsinizsə, hansı iş üçün hansı ixtisas oxuyacağınızı bilmirsinizsə, ya bu e-mail ünvanına yazın, ya da bu Instagram hesabına məndən fərdi əlaqəyə keçin. Danışaq və fərdi şəkildə sizinlə görüşlər təşkil eləyək. İstənilən suallarınızı mənə verin. Bütün bu yəni sadaladığım məsələlərlə əlaqədar və mən də sizə məsləhətləri verim. Bunun da sonunda siz nə qazanacaqsınız? Həqiqətən də qərar verə biləcəksiniz ki, hansı ölkəni, hansı universiteti seçəsiniz. Bununla əlaqədar mən sizə 100%lik köməklik eləməyə hazıram. Amma əvvəlcədən deyim ki, bu xidmət pullu olacaq və bir də əlavə olaraq da motivasiya məktubunun yazılmasında da sizə köməklik eləyə bilərəm. Xaricdə oxumaqla əlaqədar təbii ki. Və bunun üçün də təbii ki, sadəcə olaraq bu 2 dənə
kanallara yazmağınızı məsləhət görürəm, ya e-maila, ya da ki Instagram hesabına. Yazın mənlə fərdi əlaqəyə keçin. Danışaq və bütün lazımi məsləhətləri sizə verim. Belə, ümid edirəm video sizin üçün faydalı oldu. Kanala abunə olub zınqrov düyməsini basın. Özünüzə yaxşı baxın. Allah amanında.